Doktor, videolarınız arasında ən çox izlənilən, mövzulardan biri, uşaqların barmaq ucunda gəzməsi idi. Mhm. Niyə Bəli, gəzir o uşaqlar və necə müdaxilə edirsiniz? uşaqlar ilkin olaraq ilk yeriməyə başlayan uşaqlar əksərən onsuz da biz gördüyümüz kimi fizioloji olaraq uşaqlar barmaq ucunda yeriməyə meylli olurlar. Daha çox bu xadinok dedikləri şey, onun Bəli. üzərində uşaq yeridən ayağı yerə çatmadığına görə, ayağı yerə çatsın deyə baş barmaqlarını yeridir və Və bu bunlar vərdiş olur, eləmi? vərdiş halına çevirir ilkin bəzilərində. Bəzən uşaqlarını irəli yaşlara keçdikdən sonra əzələ zəiflik problemləri olur. Biz onu müəyyən analizdən, CK analizi dediyimiz onu yoxladırıq. O problem var yoxsa yox. EMG müayinəsi edirik. Görək ətraflarda bir sinir defisiti var yoxsa yox. Bəzən şarkomaril olan uşaqlar olur, periferik sinir xəstəliyi olan və digər xəstəliklərdən ola bilər. Bəzən də sırf bunların heç birisi olmadan tək axıl vətərinin qısalığına bağlı olan. Bunların içərisində ən yüngülü olan axıl vətərinə bağlı qısalıq olan uşaqlardır. Axıl vətərinə bağlı qısalıq olub barmaq ucunda gəzən uşaqlar ilk 3-4 yaşına qədər demək olar ki, biz çox ciddi bir əməliyyat tövsiyə eləmirik. Sadəcə olaraq fizioterapiya, düzgün yeriş şəklini uşağa öyrətmək və bəzən də alınmazsa yenə də əməliyyatsız gipsləmə metodu ilə ayağının axıl vətərini uzatma texniki, yəni sadəcə belə məcburi vəziyyətdə gipsə qoyursan ki, ayağı o formada öyrəşsin. Amma təqribən 5 yaşından sonra uşaqlar artıq bunları biz fizioterapiya ilə və yaxud da hansısa bir üsullarla düzəldə bilmədiyimizə görə artıq biz bunlara açıq əməliyyat, axıl vətərinin uzadılması əməliyyatlarını məsləhət görürük və axıl vətərlərini uzadırıq. Axıl vətəri uzadandan sonra xəstənin ayağını gipsə qoyuruq və hətta sual verirlər ki, doktor, bu axıl vətərini uzatdınız, ondan sonra niyə təkrar gipsə qoyursunuz? Çünki axıl vətərini uzadandan sonra orada yeni bir tikişlər qoyulur vətərlərin ucuza və o tikişlərin atmaması üçün, vətərin yenidən özünü bərpa etməsi üçün ən azı heç olmasa 1 ay gipsdə qalır bu uşaqların ayağı. Amma gipsdə belə, Amerikan gipsi dediyimiz bir gips var. Onu qoyduqdan sonra hətta əməliyyatdan 1 həftə sonra gipsin üzərində artıq uşaqları biz yeridirik ki, yerimə vərdişlərini itirməsinlər. 1 aydan da sonra gipsini açanda uşaqlar sərbəst yeriməyə başlayır artıq.